Tony Bellucci filialımız bağlandı. Bəzi müştərilər var idi ki, deyirdi, nə oldu 3 ildir bu filial bağlanır deyirsiniz, amma hələ bağlanmır. 3 il değildi, bir aydı daha doğrusu bundan qabaq bağlayırdıq, artıq bağlandı filial. Bilirsiniz ki, Blue Mall filialımız da artıq bağlandı. Bəzi müştərilər də yazırlar ki, alışveriş eləmək istəyirik, gələkmi, mağaza açıqdırmı? Xeyr, artıq bağlandı mağaza, sabahdan etibarən bu mağaza işləməyəcək. 8-ci mikrorayonda yerləşən Tony Bellucci filialımız. Amma Nizami filialımız işləyir. Sadəcə bir filialımız qalıb hal-hazırda, Nizami filialımız. Nizami filialımızdan alışverişlərinizi eləyə bilərsiniz. Orada outletdə, orada da qiymətlər çox uyğundur. Biz dəri ayaqqabıları Dermantin qiymətinə satan bir mağazayıq. Və təbii ki, bizdə çantalar var, Tony Bellucci çantaları. Tony Bellucci'nin Azərbaycanda rəsmi nümayəndəsiyik və Tony Bellucci çantalarında çox uyğun qiymətdə bizim Nizami filialımızdan əldə edə bilərsiniz. Nizami metrosu, Nizami Mall 1-ci mərtəbə 108-ci mağaza. Və buradakı məhsullar necə olacağı deyən müştərilərimizə demək istəyirəm ki, buradakı məhsulların hamısını yerləşdirə bilməyəcəyik Nizamiyə, amma bir hissəsini aparıb yerləşdirəcək, hissə isə və orada da bu endirimlər davam eləyəcək ki, bu məhsullar burada hansı qiymətdirsə, orada da həmin qiymətə bir alana bir hədiyyə olaraq Nizami filialımızda bu məhsullar satılacaq. Buyurun gəlin Nizami filialımıza. Nizami metrosu, Nizami Mall 1-ci mərtəbə 108-ci mağaza.